insanı dəhşətə gətirəcək ən qorxulu 5 Yapon filmi. Hansı ki izləmək üçün çox güclü insan psixologiyası lazımdır. 5-ci yerdə Lanet, rus dilində isə Proklyatiya. Bu film hansısa bir evdə nə vaxtsa baş vermiş dəhşətli hadisədən sonra buraya kim yaşamağa gəlirsə, qisasçı bir ruh onları məhv edir. 4-cü yerdə isə Şeytan Qadın, rus dilində Jenshina Demon. Bu film isə iki qadının insanları öldürərək sağ qalmasından bəhs edir. Onlar bataqlığa düşmüş əskərləri öldürməklə məşğul olurlar. 3-cü yerdə The Ring filmidir. Rus dilində isə Zvanok. Bu film isə bir kasetə baxan insanların sonunda bir lənətə bulaşmasından bəhs edir və bu kasetə kim baxırsa sonunda ölür. İkinci yerdə isə Ölüm provasıdır. Rus dilində Kinoproba. Bu film isə gözəl bir qızla görüşməyə gedən oğlanın başına gələn dəhşətli hadisələrdən bəhs edir. Birinci yerdə isə insanın maşına çevrilməyi haqqında bir filmdir və bu film texnologiyanın inkişafının insan üzərində nə dərəcədə dəhşətli ola biləcəyini göstərən bir filmdir. Filmin adı isə Tetsuo, Dəmir Adam, rus dilində isə Железный Человек. Videoya like qoymağı və follow atmağı unutmayın.